Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Burada səhərlər dua ilə açılır, zəhmətlə davam edir. Tək bir cümlə hamını birləşdirir. Şükür bugünə. Şükr hissi, alın təri, halal ruzi. Bir də güclü ailə bağları. Keçmişə, dəyərləri olan sonsuz sədaqət. Ay Pəri, Hay, nereye gidirəm? Nəsə alım mı, nə gətirim? 2 dənə çörək al. Ayrı, Sağlığı. oldu. O darvazanı da açım onda. Muxaxa yeni çatmışam. Hələ heç yeri, kimsəni tanımıram. Küçələrində addımladıqca qətiyyən yad olduğumu hiss etmirəm. Yanımdan qaçıb keçən, hasara dırmaşan uşaqların baxışlarında nə ehtiyat var, nə də sual. Yalnız saf maraq, kəndə xas olan o təmiz səmimiyyət. Kimdir demirlər, bizdəndir kimi baxırlar. Elə ilk tanışlıqdan anladım ki, Muxax adamı tələsdirmir, səni saxlayır, hekayəsini dinlədir. Hələ heç kimi tanımıram, amma buranın yaddaşı məni tanıyır kimi hiss edirəm. Sanki bu kənd xoş gəldindən əvvəl gecikmisən deyir. Ne olur görəsən, yaxşı işləyərdim. Bugün bu məni yaman çox incidir. Salam ay baba. Deyirsən yolda qoyub sizi. Ha, bu yaxşı işləyirdi, bugün bilmirəm buna ne olubdu. Başıma oyun açır. Siz xeyirli olsun, xeyir ola. Biz orada bir kənd var deyib gəlmişik sizin bu Muxax kəndinə. Dedik, gərək görək Muxax kəndi necə bir kənddir. Həm tanıyaq, həm də insanlarımıza tanıdaq. Çox gözəl kənddir. Oturun, mənim qonağım olun qızım. Bu qədər vaxtda 84'də alan motosikletdir. Hələ məni yolda qoymamışdı. Bugün buna ne olubdu bilmirəm. Baxım düzəldir. Yenə də qoymaz. Mən inanıram ki, yenə də qoymaz sizi yolda. İnşallah. Görək hələ işə düşəcək. Aa, işlədi. İşlədi. İkimiz də az qala uşaq kimi sevindik. Baba motosunun işə düşməsinə, mən isə tapdım hissinə. Həm söhbətimi, yolumu, hekayəmi tapmışdım onu tanımağımla. Qəni baba şəhid atasıdır. Muxaxın 21 şəhidindən biri onun oğludur. Murad Mahmudov. 1-ci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən ağır döyüşlərdə taliyi naməlum qalan igidlərimizdən. Bəzən dedi şəhid atasıyam, bəzən itkin atası. Hansının daha ağır olduğunu özü də bilmir. Bildiyi bir həqiqət var. Murad bu torpağın oğludur, bu kəndin adıdır.
Gəlib çatdıq Pəri. Çörək də almışıq. Bir yaxşı Qonaq da qonaq da gətirmişəm. Hoş geldiniz. Başlar. Çox sağ olun. Xoş gördük ay nənə. Onları qonaqla təəccübləndirmək olmaz. Qəni baba yolda demişdi mənə. Gör indi Pəri nənən səni necə qarşılayacaq. Elə də oldu. Sanki bir doğması, uzun illərin tanışı kimi. Nənə kömək edeyim sənə. Yox, sağ ol. Bunu da eləyirik. Qurtaldıq. İndi hamı gidirik evə. Bu xinqalı bizim Zaqatalanı bu Muxaq kəndində adla ki xörəkdir. Adla hamı gəlirlər Muxağa. Çox kağız kimi yayırlar. Qəşəng. Çox nazik. Yəni o qədər nazik yayılır ki, kağız kimi olur. Ha. Oğlumun anım gününe Zaqataldan adamlar gəlmişdi. Anım günündə də bişirmişik bir qazan xörək ha bundan. Hər məni kim görsə deyir bütün nelərə çəkmişik deyir telefonlara. Onu deyir nətər yaymışdınız deyirsiniz deyir. O qədər yəni nazik yayılır. Nazik o qədər nazik yayılıbdı. Deyir o tərəf görünür deyir nətər yaymışdınız deyirsiniz onu. Bizim elə gəlinlərimiz var da. Ha. Elə zirək gəlinlərdir. Ətraf rayonlarda, kəndlərdə də bişirilir buğa düzülən xəngəldən. Qəni babanın da köməkliyi ilə Pəri nənə xəngəlləri qazana yığdı. Deyir 55 ildir birlikdə yol gəlirlər. Nə vaxt həyat ağırlaşıbsa, biri o birinin kölgəsi olub. Onlara baxdıqca anlayırsan, uzun ömürlü ailə səs-küy ilə qurulmur. Böyük sözlərə ehtiyac da olmur. Səssiz qayğı, yerində edilən kömək, vaxtında uzadılan əl kifayətdir. Mən Moskvadan o tərəfə Kamçatkaya kimi görmüşəm hər yeri. İllərlə getmişəm. Hər cürə millətin içində olmuşam, o tatarların da, rusların da, çeçenlərin də. Bizim millətdən yoxdur, qurtarı getdi. Kim nə deyirdirsin? Bəs Muxaq necə yerdir nənə? Muxaq maşallah. Hər şeydə qabaqcıl, işgüzar, dində, hər işdə, qonaqpərvərlikdə, hər şeydə maşallah olsun. Hara getsək, xoşumuza gəlir Muxaq adətləri, ənənələri, toy məclisi olsun, yas məclisi olsun, maşallah, maşallah. Çox gözəl. Yəni el birliyi ilə. Birliklə hər şey istəyən qədəri yaxşıdır. Maşallah, qonaqpərvərdir. Bizim dövrümüzdə bizə ata-anamız bizdən soruşmuydu ki, sən filan kası gidirsənmi deyə. Deyir, filan kası filan yerdən elçi gəlibdi deyə, səni filan yeri verir. Biz səsimizi çıxartıp duruyduk. Deyirdik. Şimdiki işler hardadır baya. Və sizə ananız elə deyəndə nə dediniz? İşte dedik, ver sonra gidirik, vermezsen gidirik. Elə də dedinizə? Başqaları var idi, gəlmə ağaçdan, budu da elə şey yoxdur. Mən gəlirəm, qurtardım. Yok. Ata-anamız ne dese biz büyüklerin məsləhətinə, her şey bayaq büyüklerin məsləhətinə. Yəni, hindi böyüklər küçüklərin məsləhətinə gəlsin. Ağsaqqallar bizə həmişə qabaqda gedir. Ha, onlar nə deyir, onu eləyirdik. Onlar nə deyir, onu Bir eləyirdik. yerdə, bir ailədən məsəl üçün biz 5-6 nəfər varıq. Birgə məsləhətlə, bir yerdə bir məxrəcə gəlmək lazımdır. Bizim kəndimiz kolxoz kəndində oldu, çox işləyən. Mən 3 balamı dünyaya gətirmişəm, bağışlayın məni. Mən uşağıma bir aşıq xörək yedirməmişəm. Mənim qaynanam uşaqlarıma elə baxan qaynana olubdu. Mən işdən gəlmişəm evə, mənim qabağımda isti xörək olubdu. Hara getsəm qaynanamı deyirəm, məndən çox rəhmətli yollayan yoxdur. İstəyən qədəri də yaxşı olubdu. Nə gözəl görür. Maşallah. Pəri nənə, Qəni babanı dinləmək elə xoşdu ki, mənə həyat dərsi oldular. Zaqatalanın böyük kəndlərindəndir Muxaq. Əhalisi 10 minə yaxındır. Əsas məşğuliyyətləri isə əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Gəzdikcə, hekayəsini dinlədikcə görürəm ki, burada zəhmət tək deyil. Onun arxasında dua dayanır. Muxaqda hər kəs bunu bilir. Dua olmadan zəhmət kör, zəhmət olmadan dua yarımçıqdır. Gəlin sizi zəhmətkeş xanımlarla tanış edim. Aralarında ən təcrübəlisi Bahiratdır. 20 ilin çörəkçisidir. Deyir, zaman dəyişsə də bizdə çörəyin yolu dəyişməyib. Hələ də köhnə qaydada gedir. Təndir odunla qalanır. Un dəyirmanda çəkilir. Xəmir isə balatı ilə yoğrulur. Balatlı nə deməkdir? Xəmir eləyirsən, qoyursan onu acmağa. Eləyirsən, onu az-az ondan atırıq biz onun içinə. Balatılı. Deməli, balatı hazırlayırsan, o bir kimyavi şeylərlə eləmək. aç xəmirə dediyimizdə, belə ona balatılına sizdə deyilir. Balatılı deyilir. Balatlı deyilir. Bəli. Deməli, mayadan istifadə eləmirsiniz Yox, bu çörəklərin yox, bişirilməsində. Sırf nənələrimiz necə? Nənələrimiz, bəli, o cürə istifadə eləyirik. Bizim cəmaət, bizim Muxaq kəndi çox zəhmətkeş. Hamı səhərdən görəcəksən yolda iş dalınca qaçırlar, ona gedirlər, qadınlar, kişilər, heç biri dayanmır, zəhmətkeş millətlər. Bizim özümüz də, məsəl üçün, səhər saat 6-dan, axşam saat 8-ə kimi burada oluruq. Başqa simen gəlir, indi simində başqa adamlar növbə dəyişir. Onlar gəlirlər, işləyirlər. Səhərə kimi də onlar işləyirlər. Gecə-gündüz biz dayanırıq. Bizim millət əsasən də Muxaq kəndi çox zəhmətkeş insanlardır, çox. İndi 20 il, məsəl üçün, bu sahədə işləmək elə də çox asan deyil. Qışda, bax bu odunun istisinə qızınmaq yaxşıdır. Yayda amma çətin olar. Yayda bu istidə nə edirsiniz? Yayda biz, məsəl üçün, buraları bütün açırıq, küləkli olur. Tam açılır. Açırıq, tam açılır buralar, olur küləkli. Payız oldu, soyuğa doğru getdi, tamam bağlayırıq buranı. İstiliğe görə buranı bağlayırıq. Elə. Həm qara çörək Həm qara çörək, dəyirman unudur, gözəl. Çox gözəl, ətiri gözəl çörəkdir. Təndirləriniz də gözəldir. Təndirlərimiz də var. Çayımız da elə, hətta o təndir başında qaynadırıq. Bax, orada közləmə gördüm. Çayı. Bu təndirlər yerli istehsaldır, yəni bu ərazilərdə istehsal olunur. Yerli istehsal. Bizim kəndçilərimizdir bunları nə eləyən. Yəni bu kənddə təndir düzəldənlər var hələ də. Bəli. Sarı torpaqla belə nə eləyib, elə onunla hazırlayan təndirlərdir. Onda mənim üçün bir mövzu oldu. Gedim bir təndirçi tapım, görüm ki, bax bu çörəklərin bişirildiyi təndirlər necə hazırlanır. Çox hazırlanması təndirin çox çətin olur. Bax bu təndiri tezdə hazırlamışıq, biz elə böyrünü eləməmişik, təzə istifadə edirik. Hələ sıvaq eləməmişsiniz. İndi bir neçə dəfə yapandan sonra onu sıvaq eləyəcəyik. Bugün olacaq onun sıvağı. Sarı torpaqla ancaq dağlardan deyim gətirən torpaqla, sarı torpaqla elə olub eləyirlər. Əslində baxın o sarı torpaq, ocaq və o yerli dəyirmanlarda üyüdülən un, bəlkə də çörəyin dadlı alınmasının bir sirri də bundadır. Bəli, bir sirri də budur. Bəli. Gözəl, bərəkətli olsun, sizə uğurlar. Çox sağ olun sizə. Mən gedim təndirçi tapım. Bahirat xanımdan ayrılar-ayrılmaz düşdüm təndirçinin sorağına. Axtardığımı isə Muxaqda yox, qonşu Zəyəmdə tapdım. Bir-birlərindən ayrı saymırlar özlərini. Ona görə tərəddüd etmədim. Könül rahatlığı ilə yol aldım Elşən ustagilə. İnsan torpaqdan yaranır. Bax, torpaqdan da görün nələr yaradır. Buna nə vurursunuz, nə qatırsınız, hansı proseslərdən keçir? Buna keçi tükü deyirik biz. Keçi yunu, ondan vururuq ki,
Yəni sonra qoruyan müddətdə çat düşməsin, xarab olmasın, çatlamasın deyə və uzun ömürlü olsun deyə. Sənətkarın ruzusu həmişə olur. Bəli. Və bu gün necədir bax bu təndirə maraq? Məsələn, təndir çörəyi sıradan çıxır artıq evlərdə bişirilmə. Var, şükür Allah, sifarişlər var. Yenə də nə qədər desək ki, yəni bişirmirlər, amma var. Yəni istəyirlər, sifariş edirlər. İstəyirlər, bəli. Bu da bax sizin üçün yaxşıdır. İndi bax bunu belə yoğurdunuz. Bu forma alacaq. Sonra siz bunları nə edəcəksiniz? İnşallah göstərəcəm necə olur. Çünki baxıram bayaqdan belə birinci yumru formada. Prosesidir. Hə, bu ilk prosesidir. İlk proseslərdir bu. Deyirəm ki, uşaq vaxtı palçıqla oynamağı sevərdik. Görürsüz, palçıqdan sənət nümunələri də yaratmaq olur. Duluzçuluq məsələn məmulatları, təndir hazırlayırsınız. Bəli. Bir təndirin hazırlanması üçün nə qədər vaxtınız gedir? Nasıl 2 saat yarım, 3 saat 3 saatın içində bir hazırlama təndiri olur. Bəli. tamam, yəni sıfırdan Sıfırdan axırıncı hazırlama olur. mərhələsinə qədər, yəni sonuncu mərhələ hansı mərhələ olacaq burada? Sonuncu mərhələ təndirin tikilib, qutardı onun ağzını düzəldirik. Oynanda qaldı. Qorumağa buraxılır. Tüstü verir ona 3 gün, 4 gün. Ondan sonra daha önce təndir hazırdır. İndi usta bunu hara üçün düzəldirsiniz? Bunu inşallah bizim Muxaq kəndi üçün düzəldirəm. Hə, Muxaxa gedəcək. Bəli, Muxağa gedəcək. Nə qədər ki təndirdə çörək bişiriləcək, təndir düzəltmək sənəti də yaşayacaq deyir Elşən usta. Muxaxı tanıdıqca görürəm ki, burada xanımlar çox mahir aşpazdılar. Bölgənin ləziz təamlarından olan maxara bişirməkdə də ad çıxarıblar. Ay sən nə gözəlsən belə. Bu maxaraya nə qatırsınız? Yəni mən evdə bişirmək istəsəm, necə bişirim bunu? Süddür, undur, duzdur, yumurtada. Onda təxminən də. Onda təxmini göz məhədini töksən. Qatı olmalıdır yoxsa sıyıq olmalıdır? Biraz sıyıq var belə. Bu formada olmalıdır. Qatı olanda qalın olur da. Evdə qazın üstündə bunu bişirə bilərəm. Belə ki, Bilərsən. belə sacım olsa, qaz üstə Bilərsən. bişirmək olar. Olar. Amma məncə ocaqdakının ləzzətini verməz. Ləzzətini. Bu evin neçə yaşı olar? Bu evi çoxdan, nə bilim, babalar, bunların, yoldaşın babalarından qalan evdir bu. Gör neçə nəsil bu evdə 25 ildir yaşayıb. gəlin gəlmişəm. Amma dağılıb gedib Zəlzələ. artıq. Zəlzələdən dağılıb. Bəli, bəli. Hə, çünki gələndə gördüm ki, təzə ev də var orada. Onda o evi dövlət tikib Hə, sizə. dövlət. Çünki bu ərazilər seismik aktiv ərazilərdir və Allah təbii fəlakətlər falan görsətməsin. Amin. Amma bu cür gözəl evlər bax dağılıb gedib zəlzələdən. Bax bu cür mətbəx nümunələrimiz xanımların, qonum-qonşuların, ailənin bax bir yerə yığılması üçün çox gözəl bir vasitədir. Bəli, hə. Və vəsilə olur, hər kəs yığılır belə. Keçmişdə ona görə bax qonşuluq bağları, qohumluq bağları daha güclü idi. Biz də bişirirdik bir qonşuda, yığılırdıq da hamımız. Bizdə də elə qonşuları bişiririk, qonşular yığılırıq, hamımız bir yerə. Pişiririk bir yerdə oturub. Deyib, gülə, danışa, qəşəng qeybətlər olar orada. Qəşəng qeybətlər gedər orada. Olur, olur, ha. Olur. Başından düşürük, ayağından çıxırıq. Orada. Təbii ki, bu bir zarafat idi. Xanımlarla deyə-gülə əla vaxt keçirdim. Hətta bu ləziz təamdan hazırlamağa da cəhd etdim. Nə yalan deyim, o qədər yaxşı alınmadı. Amma onlar bu işin peşəkarıdırlar. Muxaxdan
ayrılmaq istəyirdim ki, diqqətimi uzaqdan gələn bir səs çəkdi. Tarın kövrək, tanış sədası. Kəndin mədəniyyət evinin həyətindən gəlir. Addımlarım məni növbəti səfərə çıxmazdan əvvəl çəkib ora apardı. Ay, xoş gördük sizi. Necəs müəllim? Sağ olun. Ay, nə gözəl təbiət, nə gözəl ifa. 5-ci sinifdən musiqi məktəbinə getmişəm. Sonra da Bakı Mədəni Müəllim məktəbini qurtarmışam. Müəllimim də Vamik Məmmədəliyev müəllim olubdu. Bizim görkəmli sənətkarımız. Zaqatalanın özünün bir musiqi mədəniyyəti var da. Bu bölgənin insanlarının daha çox ifa etdiyi alət tamburdur. Bax, niyə tamburu yox, tarı seçdiniz? Tar alətini, yəni mən özümə yaxın olduğu üçün, buna marağım oldu. Ruhunuza daha yaxın tarı hiss etdiniz. Bəli. Neçə yaş olar bu tarın? Bu çox qədimi tardır. Hiss olunur. 60-cı, 70-ci illərin tarıdır. Yəni burada həm də yazı da var, yəni oxutar. Səni kim unudar? Kim unudar? Yəni Mikail Müşfiqin o məşhur misraları oxutar, səni kim unudar? Və nə gözəl ki, bizim yurdumuzun bax belə bölgələrində, bax belə kəndlərində bu sənətləri yaşadan insanlarımız var sizin kimi. Xoş oldu sizi tanımaq. Sağ olun. Siz öz ifanıza davam edin. Mən də yol alım başqa bir kəndimizə. Çünki oralarda hələ çox kəndlərimiz var. Elə gözəl bir misra xatırlatdınız. Və mən də o misraya bir keçid verim, deyim ki, mən də Muxaxı unutmayacağam. Təşəkkürlər. Çox sağ olun.